Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu khayru nasirin ve mu'in. Ve sallallahu ala seyyidina Muhammedin ve ahli beytihi tahirin ve la'natullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahümme veffiqna lima tuhibbu ve tarda. Allah'ın lütfu inayetiyle bu günləri əqaidin 50-ci dərsində bəhsimiz, biz ki bu əqaid elmində fəqət ibtidai əqaid keçirik, ibtidai əqaid anlayışıdır. Bu bəhsdə nübüvvətin sonuncu bəhsi, yəni bu bəhsimizlə inşallah nübüvvət bəhsini tamamlayırıq. Onu başlığı da bundan ibarətdir ki, bu dinlər ki, bu günləri peyğəmbərlərə nisbət verilir, bu dinlərin bir ortaq nöqtəsi var ki, bunların hamısını birləşdirir həmin nöqtədə. Bir də onları bir-birindən ayıran nöqtələr var. Bizdə o ortaq nöqtəni əsas tutaraq və o nöqtənin çərçivəsində, həddində ağlımızı işə salaraq o ayıran nöqtələrə diqqət edib, hansı düzdürsə onu qəbul edəcəyik. Çünki ağıl dəlillərdən biri də bundan ibarətdir ki, insan gərək özünü zərər və ziyandan qorusun. Bu insanda bir fitri istedaddır. Hətta bu fitri istedad təkcə insanlara məxsusdur. Hətta heyvanlarda da bu var. Heyvanlar özlərinə zərər hiss elədiyi bir şeydən özlərini qoruyarlar. O cümlədən də bizlər ki, bu dünyanı yaşayırıqsa və üzü ahirətə doğru gediriksə, burada çox diqqətli olmalıyıq. Daha burada təəssüb hissi, mənim atam, babam filan dindədir, onun mənası olmayacaq ki, o dini qəbul eləyək. Yəni, o dindən dolayı səhv də olsa, məlum oldu. Bəhsimiz buydu ki, dinlərin ortaq nöqtələri, müştərək nöqtələri və onların bir-birindən ayıran nöqtələr. Birinci, ortaq nöqtə. Bütün dinlərdə İslam yəni təslim olmaq, həqiqətin, haqqın qarşısında təslim olmaq. Bu, bütün dinlərin ruhunu təşkil edir, əslini, kökünü təşkil edir. Hər bir şeydə hamı Allahı qəbul eləməyə çağırır. Məsihiyyət olsun, Yəhudiyyət olsun, Zərdüştlük olsun, İslam olsun, fərq eləmir. Məqsəd Allahdan bundan ibarətdir ki, yəni yaradan yaranmışın dərdini yaxça bilər və yaradan yaranmışa yaxçı dərman və məlhəm əta edə bilər. O bir əqli bir dəlildir və onun qabağında təslim olmağa hamının dəvət olunur. İndi diqqət edək, hətta İslamın mənbəmizdə Quran-ı Kərimimizin Ali İmran surəsi 19-cu ayədə Allah-u Teala buyurur. Əuzu billah minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dinə indəllahi əl-İslamu. Allah yanında həqiqi din İslamdır. İslamdan burada məqsəd, yəni təslim olmaq, lüğəti mənası olan təslim olmaq və bunun da misdaqi, həqiqətdə, vaqiiyyətdə İslam dinidir. İstilahda olan, termində olan və o adla məşhur olan İslam mənası da nədir? Təslim olmaq. Çünki insan dedi ki,
əqlinə görə, əqli bir qaydadır, fitri bir istedad ki, bunda var, özünü zərər və ziyanlardan qorumalıdır. Onun müqabilində onun zərər və ziyanlarını tanıtdıran və onun necə qorunmasına göstərişlər verən din fəqət İslamdır. Və onun qabağında təslim olmağa çağırır. Və biz əvvəlki dərslərimizdə də bunu işarə vurduq ki, dinin həqiqi mənası budur ki, yəni din insan həyatının yaşama qanun və qaydalarıdır. İnsana nə xeyirdir və nə zərərdir, onu insana öyrədən həyat yaşama prinsipi, qanuni dindir. Bu qanunlar məcmuəsinə din deyilir. Və bu qanunlar məcmuəsinin qarşısında təslim olmağa İslam deyilir. Bu İslam boş qəbul olmaq, təslim olmaq bu kifayətdir. Məsələn, həkim sənə gəlir, deyir ki, sən bu reseptə əməl eləsən, sağalacaqsan və sənə gələcək zərərdən qorunacaqsan, bu insan, bəli, həkim düz deyirsən, mən qəbul elədim sənin bu resepti, burada çox yaxşı şeylər yazmışsan, hər nə yazmışsan mənim xeyrimədir, hər nə yazmışsan mənim öz zərərindən qoruyan amillərdir. Bunu desin, amma gedib əczaxanaya, aptekə müraciət eləməsin, dərman dəvasını alıb içməsin, istifadə eləməsin, deyilən qaydada bu insan heç vaxt sağalmaz. Mən İslam təslim, amma bir əməl yoxdur. Bəqərə surəsi 131-ci ayədə Allah Teala bu cür buyurur. İz qalə ləhu rabbuhu əslim qalə əsləmtu li rabbil aləmin. Elə ki, ona Rəbbi dedikdə təslim ol, dedim, mən təsliməm aləmlərin Rəbbinəm. Burada neçə mətləb var? Birinci, təsliməm, yəni təslim olmaqdan məqsəd təsliməm əməli şəkildə. Çünki artıq əməl gedir burada. İkinci, təslim olması da əqli cəhətdəndir. Mən niyə Allaha təsliməm? Niyə təslim oluram? Çünki bütün aləmlər onun əlindədir. Hər bir şey onun əlindədir. Ona görə nəinki mən kör-körana təslim oluram. O ki, dini bəzilər, o ateistlər ki, o cür tanıtdırırlar zor gücünə. Xeyr, din heç onu insana deməyir. Din buyurur ki, əqlum var, əqlumla fikirləş və həqiqəti tal. Mən keçən dəfə bir qardaşlarımızın birin, tələbələrin birin evindəydik, orada bir söhbət. O da bundan ibarət idi ki, yenə də ateistlərin o sosial şəbəkələrdə olan işgallarından söhbət düşdü. Orada bunu işarə vurdu ki, dedim, orada bir cümlə yazın. Deyin ki, çox gözəl, Allahı qəbul eləmədik. Neyi qəbul eləyəcək? Əgər Allah qəbul olunmadısa, yəni alim bir fərz budur da, dəlil. Fərz budur ki, bu vaxtda üçün dediyimiz dəlillər ki, hamısı əqlidir, hamısı hətta hissi. Onda şu qoyduq qırağa. Allah yoxdur, çox güzel. Bu gündən dedik, Allah yoxdur. Neyiniyək? Xob, qanunla qanun olacaq. Sən qanun qoymanırsan, xeyr olasın. Dərdimin elə bu deyildi ki, Allah qanunu çıxardıb, öz istədiyi cəmaata yedizdirəsən. Bu qələt edirsən, atabatondasan. Onu qoyuruq qırağa. Allah yoxdur, indi mən sənə başa salım nə var? Orada bizim ustadlardan biri belə deyərdi. Deyərdi ki, bir hadisə danışım. Dedi ki, bir dəfə o dedi, bəzən o insanlar ki olur, əli vuran, o lotular deyirlər bizim dillə cahillər. Onlarda adam çox zaman elə iş olmasın. Bunların xətti budur. Bunlarda bir fikir var, həqiqət. O həqiqəti hər nə bilsələr, təslim olurlar, onun üçün canlarından keçirlər. Fəqət budur ki, sən onlara həqiqəti başa sala bilərsən, ona səy elə. Dedi, bir dəfə mən namazda idim, cümə günü idi.
Bir nəfər bir kişi gəldi, bu özü də Əmmaməli idi. Bu, indi də əxbarilərin tərəfdarlarından olan Hüccətiyyə qolundan idi. Eşim yoxdur da. Bu adam hatta Nəcəfdə dərs almışdı bir miqdarda. Gəldi, iddia elədi ki, qışqıra, ay cəmal, bunlar sizi yaxşı əməllərə dəvət edirlər, bunlar sizi ədalətlə yaşamağa dəvət edirlər, bunlar nəyə dəvət edirlər, bunlar hamısı yalandır, bunlar İmam Zaman düşmənidirlər. Məgər bilmirsiniz ki, hədislərimizdə var ki, İmam Zaman ağa gəlmək üçün gərək fəsad çoxalsın, sizlər fəsad eləyin, sizlər namaz qılmayın, sizlər şərab için, sizlər filan. Bəli, hələ, dedim, mən də qutardım, namazı döndüm, arxaya ki, mehrab dedim, durum, buna bir cavab verim. Gördüm, bir nəfər tutdu bunun qolundan apardı. Tanıyırdım bunu, dedim, hələ bildim ki, bu apardı bunu, yaxşı cavabını verməyə. Hələ özüm də çıxırdım bayra, bir də gördüm ki, cəmaat töküldü bayra. Nə olub? Bunun əmmaməsi düşüb yerə, ağzı burnu qan içində ayırdılar, sərf etdi. Filan, niyə burada bu yetimi? Özü də bir 50'ye yaxın yaşı var, ayaq üstü də biraz da güclə diyarı. Dedi, ağa mən nə dedim? Dedi ki, sizi qəbul eləməyək, siz dediklərinizi qəbul eləməyək, onun dediyini qəbul eləyək, mən dedim gözüm üstə. Ağa, sən bizə dedin əxlaqlı ol, sən bizə dedin Allahın sözünü oturdur. Bu da deyirdi ki, xeyr, istəyəmirsiniz İmam Zamanı? Dedim, bəli, ondan çox kimi istəyirəm ki. Dedim, onda bu ağanın boşla, mənim sözümlə oturdur. Dedim, gözüm üstə, sənin sözün dərdi nədir? Dedim, dünyada fəsad törədim. Ta İmam Zaman ağa gəlsin. Dedim ki, filan iş, yaxçı işlər görmür. Dedim, yaxçı. Bunun özünə bu dəqiqə döyməyimdən yaxçı nə pis iş ola bilər? Ha? Tap patara baxa, mən də burada bunun yüzünü boşa saldım. Mən də onun özünə tabi olmuşam, mən öz dediyinə əməl eləmişəm. Bunun özünü vurmaqdan yaxşı nə olur İmam Zaman ağanın gəlməsi üçün fəsadsın. Bəzi vaxtlar bu cür adamlara adam gərək qiymət versin. Ki, yəni onun cavabını elə onların əməlləri yaxşı olur. Çünki məsələn biz onlara cavab verəndə elə bil ingiliscə danışırıq onlarla. Onlar da bir excuse mü sözdə bilmirlər ki, üzrxalıq da istəsinlər bizdə. Belə olur. Çünki elm əhlidir, mərifət əhlidir, onun cavabı odur. Bəzi vaxtlar bu yerində olur. Eynən o cür. Xob, Allah'a qəbul eləməyim, çox gözəl. Allah'a qəbul eləməsə, mən sənə başa salardım, nə olardı? Onlardan biri olsaydı, bir qollarını çırmalasın, düşsün üstünə. Niyə vurursan? Xob, niyə də vurmayayım səni? Keyfin bəli istəyir. Bu nə deməkdir? İnsan axla. Hansı insan axlarla danışsan? Sən də insansan, mən də insanam. Sənə görə o haqdır, mənə görə haqdır. Mənə görə sənin haqqın sənin döyülməyində hələ. Hardan deyirsən? Əqlə deyirdin qulaq asa, əqlə qulaq asma, Allah'a qəbul eləmişdim. Sən ki deyirsən əqlə qulaq asma, Allah'a da qəbul eləmə, əqlin dediyinə qulaq asmasa mənasıdır. Və orada da əlhamdülillah bir balaca da görmək getdik. Həqiqətən budur. O ki, ateizm bizə böhtanlar atır, bir balaca, hər kəsin əqli balaca zərrə qədər işləsə, onların ağzından üzünə tüfürməklərə, öz tüfürcəklərinə, qiymətli tüfürcəklərinə istəməzlər onların mındar üzlərinə tüfürsünlər. Çünki, Allah qəbul edin, neyəcək? Burada da bu cürdür, din bunları iddia edirlər, ay dindir, zorakılıq sizin məcbur qanunlar çərçivəsində. Bədbəxt insansan dinin qanunlar çərçivəsində, müəyyən bir qanun çərçivəsində salırsan da. Bu günləri Avropa dünyası o qədər pis vəziyyətə düşmüşdü ki, polisin üstündə bir polis qoymağa məcbur idi. Bu günləri Cangüdən ki, böyük vəzifəlilər ki, özlərinin, onları hətta onlardan özlərini qorumaq üçün ayrı bir cangüdənlər. Sən kimə inanarsan? Hansı qanundan danışırsan sən? Məcburdular İslam, ruhu təmizləyən insanı insan həyatına döndərən budur. Və illa bu xəyanətlər hardan çıxır?
xəyanətdən həmişə dinsizdən çıxır. Hətta din pərdəsi altına da girib, o xəyanət edirsə dinsizdir o adam. Bunu yaddan heç vaxt çıxartmayın. O, budur ki, deyir, əqli yolla biz əgər Allahın qanunlarına təslim oluruqsa, o dini ki, bildi ki, və Allah tərəfindən ona təslim oluruqsa, əql çərçivəsində. Niyə? Rabbil aləmin. Aləmlərin hər bir aləm onun əlindədir ona görə. İkinci bir şey, bütün peyğəmbərlər ki, Allah tərəfindən gəlib, hamısına hörmət. Hamısına hörmət. Quran-ı Kərimdə ayəmiz var, Bəqərə surəsinin 4-də وَالَّذ۪ينَ يُؤْمِنُونَ müttəqinləri başa salır da, təqvalı insanlar kimdir ki, Quran onları hidayət edir? Buyurur, neçədən sifəsə, onlardan biri də budur. وَالَّذ۪ينَ o kəslərdir, o təqvalı şəxslər ki, يُؤْمِنُونَ بِمَا اُنْزِلَ اِلَيْكِ birinci növbədə sənə nazil olanı qəbul eləsin. وَمَا اُنْزِلَ مِنْ qəblik və səndən öncə gəlir. Bəziləri üçün, biz Həzrət İsanı qəbul eləmişik də, qurban oqtarıdır, Məsihi. Yox. Gərək axırıncı Peyğəmbəri qəbul eləmək o. Və illa bunu sən Allaha görə qəbul eləməmsən, Həzrəti İsa'nın dədə babaya görə qəbul eləməmsən. Əgər Allaha görə Həzrəti İsa'nın Peyğəmbərini qəbul eləməmsənsə, gərək axırıncı göndərdiyi Peyğəmbəri də qəbul eləyəsən. Həzrəti Musanı qəbul eləyənlər dədə babalarına görə əgər qəbul eləməmsə, gərək ondan sonra gələn Həzrəti İsa, Həzrəti Rəsulu da qəbul eləsinlər Peyğəmbərliyi və onlara nazil olan hər bir şeyi. Və biz müsəlmanlar deyirik, Həzrəti İsa'yı hər nə nazil olub, düz nazil olub, həqiqətdir, vaqiyyətdir, özü də Peyğəmbərdir, Həzrəti Musa da olacaq, ondan qabaqki Peyğəmbərlər də olacaq. Bu, yəni, bütün Peyğəmbərlər arasındakı zəncirvari bir əlaqə. İki, bunların getirdikləri arasında əlaqə, hər bir şeyi qəbul eləmək və bunların qabağında təslim olmaq. Bu iki dənə şey bizim müştərək xəttimizdir. Amma bizim ayıran xəttlər də var. O xəttlərdən biri nədir? Quran-ı Kərim Ali İmran surəsi 19-cu elə ayəsində qəşəng bir dənə bəhs etsin Allah. Buyurur ki, وَمَا اخْتَلَفَ الَّذ۪ينَ اُوتُ الْكِتَابِ Onlara ki, kitab gəlib, o ki, kitab gəlib, ki, onlara din gəlib, onlar arasında ixtilaf havaqdan düşür, bu şeyə görə ixtilafın səbəbi budur. Yəni, ixtilafın səbəbinə bax. O səbəbi qoysaq da ixtilaf qalmayacaq, gedəcək həqiqətindən çox. İxtilafın səbəbi nədir? İlla min bə'di ma ca'əhumul ilm bəğiyən beynəhum. Əslən, bir-birinin arasında zülm, fəsad. Əslən, bir-birinə bəği nə qədər mənası var lüğətdə. Zülm, fəsad, həsəd, baxıllıq. Əslən, bu ki, görür ki, buna təzə gəlir, bu təzəni mən qəbul eləsin, o da mənim köhnən nə olacaq, höknə, sən daha da böyük əziz insan olacaqsan. Sən həm köhnə dinin insan olmuşsan, həm təzə dinin. Sən köhnədən təzə dinə keçmək, bu deməkdir ki, sən səviyyə aşağıdır. Əksinə, böyük bir insan olursan. Amma o dar düşüncəlik, o zülm elə budur da, zülmün nə qədər mənası var, bir də bu dar düşüncə. Dayaz düşüncə, səbəb budur. Əgər deyib bunlar olmasa, heç bir ixtilaf yoxdur ki, aramızda sizin. Heç kəs kitab gəlib, buna təslim olmalıdır. Çünki Allah tərəfindən, o ki, Allah qəbul olundu, Allah tərəfindən hər bir gələn şey də qəbul olunur. Bu iki. Bu daha doğrusu, ixtilaf səbəblərinin birincisi. İkinci əsas məsələ təhrif. Yəni, qanunların dəyişilməsi. İndi mən Tövrat və İncildə bəzi şeyləri işarə olacaq. Görün ki, hələ bunlar o biri kitabların nisbətən ən yaxşı qalan, əlimizdə qalan kitablardır. Birinci bundan ibarətdir ki, Tövrat özü neçə cürdür, İncil özü neçə cürdür. Bu, Allah tərəfindən bir dənəsi gəlib. Bizə əvvəl başlasan, hansıdır bu? O, dəlil olmayandan sonra hər ikisinin qiyməti gedir. Vay o gündən sonra İncil gəlib deyib, Tövratın qiyməti yoxdur.
Qur'an-ı Kərimdə gəlib deyib, İncilin də qiyməti yoxdur. Əsli İncillə əsli Tövratın qiyməti var. Bu əllərdə olanların qiyməti yoxdur. Bir mənası, bundan neçə cürdürlər. Allah tərəfindən biri gəlib, hansıdır? Bir bu, bir də onun içində gedən değişikliklər ki, əqlinlə baxanda buna heç bir lazım, bir şey lazımdır. İnsan fəqət üzərinə müraciət. Məsələn, mən 5 dənə burada misal yazmışam. Birincisi, Cənab-ı Yahudilərin kitabları Tövratın 3-cü babında mən bunu yazmışam. Ki, Allah-u Teala insan kimi bəzi şeyləri bilmir. Boşu çıxmır. Bizin açın, baxın, Tövratın 3-cü babında bu mətləb keçir. Tövratın 6-cı babında bəzi vaxtlar Allah öz etdiyi əməllərdən peşimandır. Sən arzu elədiyi əməllərdən peşiman olur. Ay, belə bir Allaha qəbul eləmək olar, ya yox, ona baxmaq lazımdır. Tövratın 32-ci babında Həzrəti Yaqubunla Allahın güləş səhnəsi. Mən hətta yadımdadır, universitetdə oxuyurdum, şəhərdə bunlar kitab paylayırlar, misyonerlər. O aldım, uşaq bibliyasını aldım ki, şu şəkilli idi. Hələ belə dedim, bir vərəqliyim üçün baxırdım ki, bu şeyi tapım orada bir onlara göstərim. Dedim ki, açdım, elə çıxdı da qabağıma, bir şəkil də qəşəng çəkmişdi uşaqlarsın. Banaca bir bu boyda kitabça idi, belə. Açdım o şəkillərini, tapdım, dedim, bu Allahla, bu Həzrəti Yaqubun güləş məntəqəsi harada olub, hansı ringə çıxıblar, harada Əl-Yazı billah, Əl-Yazı billah, onu deyərsən bizə, biz inşallah sizin qulluğunuz deyilik. Ay, yox, bəli, dedim, sən bunu mənə açıqlama verərsən, mən sənin sonra qulluğun deyəm. İkinci bir şey, ya Allah eləməsin, Əhd-i Qədim, 2-ci kitab, Səmuəl, bab 11-də, Həzrəti Davud əleyhissalama zina nisbəti. Xüsusən də ki, o deyir, çıxır sarayda, çünki sarayın yanındakilər, villalar bizim deyək, onlar da elə bir onun nazirlərinin, onun, mən nə bilim, ordu başçılarının, sərkərdələrinin evləridir. Sarayından çıxır yuxarı, gözü sadaşır, özünün sərkərdələrinin, qoşunun sərkərdələrinin böyüyünün birinin xanımına. O buna gözəlir, Əl-Yazı billah, bu ona gözəlir. Həzrəti Davud əleyhissalam gəlir, Əl-Yazı billah, fərman çıxardır, deyir, sərkərdə filan götürdü müharibə, sən öncə pəyər. Bu normalda bu getməməli göndərir. Göndərir, qəzi bundan ibarətdir. Qeydəndə qeyd və orada əmr də arxası için adam gördür, bunu arxadan vurub öldürür. Və bu hələ gedən kimin tez onun xanımını saray və onunla zina edir. Əcib qərib bir məsələ və hətta utanmaz bunu gödüzəldirlər. Həzrəti Davud qocalıq vaxtında bu gözünün qabağında onun qızları ilə zina olunur. Qızları ilə zina olunur. Deyir, elə Pərverdigar, niyə mənə bu bəlanı verdin? Deyir, sən yadındadır, sən o vaxtları da filan bəndəmin xanımı ilə müzür eləmişdin. O bəlanı dünyada səndən izdir. Aya, belə bir din, belə bir Allah. Əgər bu belə idisə, Allah onu niyə seçmişdi? Bir Vəhhabə əqidəsində, bir Sələfi əqidəsində Peyğəmbər məsum mühümində avara belə olacaq. Belə Allah, belə Peyğəmbəri kim qəbul edir? Allah, hansı ağında sən bunu Peyğəmbər seçmişdiniz nə? Çünki çox şeylər bilmir. Bəzən elədiyi işlərdə də bu cürdə peşman olur Allah. 5-ci, məsələn, Tövratın varlıq səfərinin 19-cu babında Həzrəti Lut əleyhissalamın öz məhrəmləri ilə zina nisbəti, və şərab içmək. Bu İncildə də Həzrəti Məryəmə atılan iftira, İncildə də məşhur Həzrəti İsa'nın şərab möcüzəsi və ilə axır. Ateizm bədbəxtlərində bir hissəsi
cəmaatı bundan istifadə edib, cəmaatı dindən ediblər. Bunlar təhrif olunmuş dindir. Bu dindir, Allah'ın göndərdiyi dindir ki. Məlum. Bəli, bəziləri də İslamda bunlardan qaynaqlanıb hoqqalar çıxardıblar. Bu da İslam, onların dedikləri İslamdır, Allah'ın dediyi İslamdır ki. Gəlin, araşdırın, görün hansıdır, ona tabi olar. İnşallah, bugünlük bəhsimiz sona çatır və əqaiddən biz tövhid bəhsində qutardıq, ədalət bəhsində qutardıq, nübüvvət bəhsində qutardıq. Qalır iki bəhsimiz. Gələn bəhsin imamət bəhsini başlayır və bir dənə də sonralarda qalır gələcəkdə inşallah məqad bəhsimiz. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu ala seyyidina Muhammed və əhl-i beytihət tahirin.